Salam xanımlar, yeni videoma xoş gəlmisiniz. Necəsiz? İnşallah yaxşı olarsınız. Çox şükür, mən də yaxşıyam. Hər şey əladır. Allah hər kəsə gözəl, istədiyi kimi inşallah günlər yaşamağı nəsib eləsin. Səhər keçdim buraları təmizləməyə. Bu salfetkaları alandan elə demək olar ki, bunlar sağ əlim olubdu. Tənbəl tədbiri. Hər yeri demək olar ki, bunlarla təmizləyirəm. Birinin içərisində az qalmışdı. Onu qoydum yataq otağına. Orada da bilirsiniz də, məndə mebellər şüşə kimidir, iz buraxmır deyə bunlarla təmizləyirəm. Burada da həmçinin buraları ancaq bununla silib təmizləyirəm. Xanımlar, markanın elə də fərqi yoxdur. Gedib bahalı markalar almağa ehtiyac yoxdur. Elə bu özü də super təmizləyir hər tərəfi. Evləri yığışdırdım. Birlikdə gedək biraz şəhəri gəzməyə. Bugün də Nərmanovdayıq. Xalam qızınla görüşməliyəm. Bilmirəm gəlibdimi, gəlməyibdimi. Gedirəm daha doğrusu Metroparkın qabağına. Dedim havalar yaman istidir. Dedim ora kölgəlikdir. Orada gözləyin. Çox isti olmasın sizə. Haberin olsun. Bitirmez istiyorlar. Nasıl? Niye ki? Ne istiyor? Rəqs edirik. Adam uşağı böyüyəndən sonra buraları başı götürmür. Bir vaxtlar nətər gəlirmişiksə, səsi ki, başım götürmürcü. Nəmi? Qərar verdim ki, mən qocalmışam. Niye? Nəmi? Qocalmışam mən. Hə? Düz üstünə çatanda. Səko, bir dəqiqə sənin qoyuluyub özüm oynayasıyam, ha? Ay, sağ ol. Qaldır, təzdən qoy. Yox. Ne qədər çıxdı? O 2 manat 80 qəpik. O gəlib onu göz salmalı oraya, bu da oynayır. Hə, 2 manat 80 qəpik çıxdı. İki tərəfi yenə yapışdırıblar. Güya ki, onlar gəlib bir quruşqanı salmalıdır, udulmalıdır, amma iki tərəfli skotla yapışdırıblar. Düşməsin deyən. O çıqalı onun biri heç 50 qəpik olmaz, 2 manat 80 qəpik çıxıldı. Fikir verirsiniz. İki tərəfli skotla yapışdırıblar. Ya, bıçılıq. Yalandan yapışdırıblar ondan bir şey olasın. Boş ver. Səqonun bir taydı. Maması qızından yaşadır. Pul veribsən, əsl oyna. Sən qoqaracığanlıq eləysən sən, çox yaxındasan. 10 manat verdik, heç də oynaya bilmədik. Gedək, yalandan kartı vurursan pul çıxır, amma bir şey yoxdur ortada. Birinci imtahanına gələndə gəldim, oturdum burada. Neçə 44 nömrəliyə düşmüşdü deyəsən, yaxın idi. Hava da soyuq, oralar külək. Gəldim imtahan qutarana qədər oturdum burada. Millət qapının ağzında durdurdu. Ben gəldim, oturdum burada telefonda video montaj elədim. Qutarana yaxın da getdim. Yaxşı ki qoyublar bunları. Bizə də o kreslolar yaxşıdır. Mənim hədiyyəmi parçalayam. Nə hədiyyə? Mən burada hədiyyəm sallanırdı, sən mi almışdın? Hə, indi o yeni ildə olur da. Mən sağ hədiyyə almışdım burada. Gedək. Burada oturmayaq, bura çıxmışdı. Bilmirəm ki, mən... Oturubsuz? Tamam. Sənlə bir dəfə orada oturmuşduq belə. Nə qəşəngdir. Hə, qəşəngdir. Gərək bir dəfə İncini də buraya gətirim. O da belə şeylər xoşlayır. Çox qəşəng. Ortada oturma da, qəşəng yerdə otur. O deyil, sallanıb dolar. Sallanan stollar da var. Çox sağ olun. Nə gözəl yerdə oturdun sən. Çox. Oo, nə gözəlsən. Metroparkın 7-ci mərtəbəsindədir deyəsən bu kafe. Sevgi şəhəri çox gözəl idi. Belə, yəni ümumi abu havasını çəkdim sizin üçün.
Kafenin içərisi necə deyirlər, çox cici idi. Hər tərəfində şəkil çəkdirməlik qəşəng yerləri var idi. Qızımıza dondurma aldıq. Biz istəyirdik ki, oturaq yemək yeyək, amma baxdıq ki, belə yeməklik bir şey deyil, sadəcə şəkil çəkdirib dondurma yeməklik bir yerdir. Şəkillər elə. Bacı, hardasan? Sən də bax va. Nərmanovda belə yaxşı bir yer tapmışıq. Keçən səfər axtardıq, tapa bilmədik. Sizə soruşamıyorduk. Mən sən belə yerləri sən yaxşı bilirsən də. Neçədir bu? 8.40. Elə bil amma qolunun altı çox açıqdır. Evdə giyinirsən. Çıxdım bunu hər. Kəndə gedəndə də geyinirəm Olsun da də. evin içində giyinirsən. Daha bu daha qəşəng. Hər şey var. Burada Naves'dir. Naves'dir. Navesti. Naves'e gəlmişik McDonald's'ın böyrünə. Bu qırağa başa da qəşəng olar. 9.80 qiymət də yaxşıdır. Burada da bir dənə qız var, bezifdir bizim yanımızda. Deyir, bunlar qutarsaydı çıxardıq buradan. Ətə yapışmayan bir şey olayı. Aha, kəmərlər, inci kəmərlər. Hem kaşmakta hem tosta. 6.40'da 7 değil. Kaşlıqlı qəşəng. Böyle güzeldir bir şey bakın. Olmanın üstünden geçip. Qəşi 95-ə? Əladır. Anlatın eve bir de kombinlerde istifade edebilirsiniz. Efendim bir onları. Var, varsa al. Mən don geyinən deyiləm maalesef. Şalvarım yerine. Mesela için kofta olsun. Koftanın İstim olar amma. bu kışta badanos qansından giyinebilirsin qəşəng. Az yox, yayda geyinmək istəyirəm. Material nəsə bir əcaibdir. Novis. Hətta millətin şəhərdə geyindiyi şalvalar. Çək dayan ömrüm. Ha, gəldim. Pasanışka tapdın. Aynen, mən bu şapkalardan istəyirəm. Neçədir bunlar? Şlyapa ilə də oldu. Yaraşdı mı? Cennet mahallesine varıyor arabalar. Pembe mi? Bu da qəşəngdir. Özdə. Neçədir bunlar? Neçə qızsan bir dənə bax gör neçədir bunlar. Bəlkə elə bacını aldı. Bax, nətərdir. Adama şey eləməyərlər. Adam qırağa başa çıxanda taxayır. Adamın üzü ləkələnir. Yox deyə qiymətləri. Ha, nə qəşəng oldu. Qəşəng yaraşdı. Amma həmçilər yaraşmadı. Harda gördün gəlsin? Sən demədin, oradan bildim. Qəşəng oldu. Allah, qəşəng yaraşdı sənə. Elə bil atdı qiymətləri yazılıbdı. 6.90 superdir. Bunu dənizə gedəndə bilirsən neçəyə verirlər? 15-20 manata dənizin qırağında. 89. Bu neçədir? 4.90. Əla deyil həmin qiymətləri. Bu neçədir? 6.90. Hə, gəldim. Qız məni çağırmaqdan bezdi. Səko baxım. Çox gözəlsin. Ne var? Nədir? 8.80. 880. Almalım pulunu da. Neçə ildir o onu geyinirəm deyə. Bunlar nədir? Kepkalar. Kepkalar, çunkalar. Donlar. Hətta belə bir don var. Annem, sən buradan qəşəng kombinlər eləyərsən. Mən də girərəm, baxaram, çıxaram heç nə almadan. Ne var ben burada? Sən deyirəm buradan qəşəng kombinlər eləyərsən. Mən də girərəm, baxaram, heç nə almadan çıxaram. Hə, valla. Of, mən heç seçib kombinləyə bilmirəm. Nə varim ki? Nə yapabilirim ki? O nədir? Qəşəng. Amma don geyinənə. Hətta geyinmə yerlər də var. Bəlkə bundan bir dənə alım.
Donlar da var. Geçəkdir. Bu da geçəkdir. Rəngi geçəkdir. 18.80. Material da çox gözəldir. Mən şimdi sevdim. Ya, evdə işte geyindirməyə geçəkdir. Bu qiymətinə də baxım. 9.40. İndi gələn gedən var idi, Qiyməti qaldırıblar. Biraz məşhur oldu, nələrdir də. 22 manat. Burada alt paltar vardı. Spesli. Alt paltar göstərmə mənim vloguma, ayıb olsun. Kombinasiya. Mən elə bilirdim, daha kombinasiya yoxdur. Kombinasiyadır, nədir? 7.40. Belə baxsan, bəzi qiymətlər ucuzdur, bəzi qiymətlər çox bahadır. Bunlar neçədir? 12.80. Nə qəşəkdir bu, neçədir? 9.80. Tası 6 göstərməz, qarası olsa adam götürərdi. Bir dənəsini götürərdim heç olmasa. Temuda var 5-6 manata. Bu nətərdir? Qəşəng bu. 12 manat, 11 manat nə qədər? Hər şeyin qiyməti o qədər qalxıbdır ki. Bu da qəşəng. Bax mən deyim, nədir bu? Kauçukda. Restoranlarda zada qoymağa. Sufle. Bildim nədir, sən tasvir bilmirəm adı nədir. Görünüşü qəşəngdir də. Almaq istədiyim və mən qoymadığım. Qız nə görür almaq istəyir. Hansı? Nə götürər? Buz. Şeydir, qram, şabalt qram. Şabalt qram. Belə buz götürənlər deyil. Bu balta nədən ötürüdür deyəcəkdim, pizzaymış. Hətta bu elə şey də var. Mənim də ayaqlarım ağrıyır. Yoruldum. Yaxşı, bu nədir? O mu? Butulka içi təmizləyən. Olar mı elə bir şey? Tutuqan üçün ipucu təmizləmiş, o suyu. Bu şeyin içini təmizləyən, pipetkanın içini. Turbuçkalar var. Əlcəklər var, 1 manat əlcəklər. Bundan nadirəm inci saçını yuyəndə də bundan istifadə edir. Niyə? Əlinə şampun zad dəyəndə quruyur. Yazığın əli hər şeydən quruyur. Sənin əlin dilədir. Qışda əllərim çox tutulur. Hacı bu öz saçını yuya da bilmir də, iş orasıdır. Quruyur o dəqiqə. Nədir? Sabunlar, kamil. Bu çitaylar bir vaxt reklam edirdi, yerə yapışdırırdı, ayaqlarını sürtürdülər üstündə. Bu nə? Hə, sumkaya atmaq. Aldım, yoruldum, yedim, əl tutmayıb. Neysən ki, mən bundan Temudan vurdum. Yapışdırdım o oykanın içinə, maçalkanın zadı bundan. Qəşəkdir, qopmur, yapışıb qalıbdı. Hadinin boyunbaqlarından. Mən istəyirəm bundan hadi olacaq, olmaq istəyirəm. Yox, olmaz, bu qəşəkdir. Bu qəşəkdir. 7 manat. Baxırsan. Tax görüm. Bu biraz yuxarı qaldır. Biraz yuxarı qaldır. Hə. Qəşək. Kleopatra oldun sən. 7 manatdır. Demişliyə annəmə ki, bizə dalsın. Dondurma. Ama elə söz demir, baxırsan, boynuna qoyma. Bu nədir? Bundan alacaq. Akım çəkirdilər, Kleopatra. Baş üstündə də işığı yanır. Təşəkkürlər. 60 yaşa, 100 yaşa aldılar, getdilər xalalar. Niyə? Təşəkkür. Təşəkkürlər. 1 manat deyilər, bir başqası.
Ağlama yaxşı, ağlama. Yo, yo, ağlama. Yaxşıdır, oğlan uşağını. Qarası da var. Daraqlar. Ha? Ne da? Onlar nədir? Pərdə üçün, hə. Yenə başladı. Piknik səpəti. Neymiş piknikə? Piknikə gedək. Piknik səpəti. Bəlkə götürüm gələn səfər bir ənti gedək. Ne gelsin? Alo. Elə o qaşıq buydu. Qaşıq qoyduram. Bunun içinə qaşıq mı saçır? Saçmaz mı? O değil, o değil. Amma onun görünüşü qəşəng idi. O çıxma, o qaşıq deyil. O qaşıqdır. Qaşıq qoyan deyil. Qaşıqdır o. Qaşıqdır. Nə qaşıq? Azıq qaşıqdır, qaşıq qoyulandır. Şey olmur, xay qurbanıyor. Tamam, Nasıl qaşıq? qaşıq olsun. Tamam. Qaşıq deyirəm. Hadi qaşıqdır. Yox, deyirəm qaşıq. Qaşıqdır ya. Yox, qaşıqdır. Əsəbləşmirsən nə iş? Əsəbləşmə yox. Çıxaq mı? Bax. Nədir qulaqlıq? Lato. O latodur. Nədir? Bu mən də bilmirəm. Bax, bu nədir? Biz hər şeyi açıb baxmalıdır. Day mən də baxım. Güzel. Heç nə mənasız qızlar. Allah bilir hansısa qrup deyib. Blackpink. Blackpinkdir. Ben de değişsin. Biz tanımırıq. Blackpinkdir. Görək baxmağa girmişdik. Nə qədər şey aldım. Sən elədin. Mən elədim hamısını. 1 manat, 2 manat, 3 manat, 5 manat, 6 manat. Deməli 6.50. Xalam Qızılgil getdi. Gəldim, oturdum 202-də. Heç kim yoxdur, təkəm. Keçən səfər gedəndə avtobus deyəsən gec gəlmişdi. Dəhşət üst-üstə idi adamlar. İndi heç kim yoxdur. Tək gedirik. Gələnlər var yavaş-yavaş. Saat da 5-dir. Gedək görək neçəyə çatırıq. Bax. Kim oxşayır bu? Bunu sən koş sağa göndər. Böyrünü də qəşəng Nə qaşlayır. oxşuyur? Heç mənə oxşamır. Sağ oxşayır axı baxan kimi dedim ha. Mən belə pisəm. Pis adı görünün qəşəngdir. Sən rəngləyib sağ hədiyyə edib böyrünə də qaşlar yapışdırıb ki incidir. Saçma qısa olduğumu hardan bilir? Niyə bilmir ki? Görmürmü şəkillərdə? Çok oldu. Allah, dedim verirəm indiyə. Çəkmədim, sən bax mən də çəkim. Səncə bu nədir? Şahmara. Özümə bir dənə şaxmeran aldım. Nə gözəl baxırsan. Səncə bu nədir? Sırrı. Sırqa burada görünmür, amma çox möhtəşəm bir şeydir. Ağzım da ürəklidir. Bu da yüzük. Saldım. Saldım getdi. Belə bir şey. Belə bir şey. Özümə belə bir şeylər aldım. Xalan seçdi, mən aldım. Bunu bundan dəstəkləyirdik. Oxşayır elə, eynidir. Növbəti gün azadlığa getmişdim. Gəldim Şakamakaya. Neçə vaxt gəlmirəm. İnci Safet gezləmişdim. Dediyim gəlmişkən sizə də çəkim. Təzə maraqlı şeylər gəlibdi. Su butulkalarını yeniləyiblər. Sonra dəyişdiriblər biraz buraları. Amma belə tam da bilmək olmur nə gəlib, nə gəlməyib. Belə seplər gəlib. Birinci səfərdir bu sepləri belə görürəm satıldığını. Silikonlar buradadır. Eyni şamlar yenə. Yenə yumru kəsən yoxdur. Yolkalar var. Sonra burada birinci səfər idi. Makiyaj çantası mı deyim, yoxsa makiyaj nəyi deyim bilə bilmədim. Baxın qızlar, Temuda da reklam eləyirdilər. Reklamı tez-tez çıxırdı qarşıma. Baxın belə açırsınız. Yumru olur. Sonra sıxanda boğazından sıxılır. İpi var. İçərisinə makiyaj malzemələrini. Bir yerə gedəndə aparmaq üçün yaxşıdır. Açsız stolun üstünə belə tam açılır. Görürsünüz. Sonra da sıxırsınız ağzını boğça kimi.
bağlanır. O da ədviyyat qablarının üzərinə yapışdırmaq üçün stiker idi. Yanında da qələmi var idi üzərini yazmaq üçün. Bu var idi. Düz yerək bilmədim o nədir. Sonra qab pampersləri var. Pastel oxşayırdı. Onda pastel parçasından eləyiblər. Bu xaladenik salafanları qabların ağzına keçirmək üçün olanlar. İçərisində deyəsən onun 100 dənə olur. Sonra belə amerikankalar gətiriblər. Amma bir şey var ki, bura gələnlərin rəngi niyəsə yaxşı olmur. Yenə meyvə qabı, düşbərə kəsənlər, daraqlar. O dediyim makyaj çantasının burada da açıq forması var. Bilmirəm, görmüsünüzmü bundan? Mən deyəndə yadınıza düşdümü? Açırsınız, belə yumru olur, ortasına qoyursunuz. Sonra da ipi var, boğazından sıxırsınız, olur makyaj çantası. Qablar var yenə bəzi rəflər boş idi. Hər gün demək olar mal gəlir. Yenə tort ləvazimatlarına gedirəm. O gün gedəndə baxıram gedib evə ki, daha doğrusu tortu hazırlayanda gördüm ki, şantinin axırına işlətdim. Hələ qorxdum ki, 4 gün torta çatmasın. Çox şükür çatdı. Amma qutardı. Dedi bir dənə sifariş gəlsin. Qalasıyam. Ona görə tez çıxdım. Daha doğrusu dünən alacaqdım Nərmanola gedəndə. Bu da yadımdan çıxıb. Dedim indi gedim götürüm. Evə əhdə almasıdır. Qızlar, gəldim azadlıqdan bir dənə belə muncuq götürdüm. Yenə kiloqramla götürmək istədim. Yəni çəki ilə. 400 qramdan az çəkmirik. Təzə qayda qoyublar. Belə götürdüm, məcbur 1 manatlıq. Gərək paşadan alım, orada çəkirlər. Bir dənə yenə bu işlətdiyim Bluebeyadan götürdüm. İşlətdiyim şanti budur. Tortların üzərinin bəzəyi üçün istifadə edirəm. 1 manatlıq mağazadan 2 dənə belə sprey götürdüm. Bunu da tortların üzərinə götürmək üçün götürdüm. Keçən səfər axtardıq. Belə balacası yox idi. Heç bacımdan soruşmadım, o istəyirdimi? Getsəm birində onu götürərəm. Belə balaca qablardı. Var idi 28-də, amma ki böyük idilər. 2 bunu qədər idi. Tünd tortlara, məsəl üçün qırmızı, tünd göy, tünd yaşıl tortları bilirsizdə kremlə aldırmaq olmur, o rəngləri alınsa da dadı acı olur. Amma belə bundan rəngləri bunda həll eləyib. Üstünə püskürdürük. Nə torta acı dad vermir, nə də ki müştərinin istəyindən kənara çıxmamış oluruq. Bunların istədiyi kimi tünd rəng tort alınır. Belə vanil qabartma götürdüm. Girmişkən biri 10 qəpik idi. Bunları götürdüm tort ləvazimatlarından. Bunu götürdüm. İnciyə bir dənə nəm salfetka götürdüm. Otağına qoymaq üçün. Qoxusuna da baxmadım necə iylənir. Keçən səfər özümü götürdüyüm qızılgüllü, ağ qızılgülü iylənir, qəşəngdir. Bu da pis deyil, bəbə salfetkası iylənir. Standart bildiyimiz, uşaqları sildiyimiz salfetkalardan. Bir də biraz ət götürdüm. Aldığım bunlar oldu. Heyif ki, bu çəkilməni ləğv eləyiblər. İnansız belə məsəl üçün 1 manata bunu götürdüm. Amma çəki ilə 1 manatlıq götürəndə 2 bunu qədər düşürdü. Çox yəqin ki, özləri də hiss eləyiblər ki, çəki ilə verəndə çox gedir. Ona görə o sistemi ləğv eləyiblər, deyir. Ancaq belə götürə bilərsiniz. Məcbur götürdüm. Bugünkü alış-verişim də bunlar oldu. Bu muncuğum da qutarıb, gərək alardım. Axırıncı torta bundan istifadə elədim. Qızlar, muncuqları da belə xınalardan götürdüyüm qablara qoymuşam. Bunlar çox yaxşıdır. Ən çox işlənənləri böyüklərə qoymuşam. Xına zad yoxdur, gedək bir qabdan hədiyyədən götürək. Bunları da yerləşdirək. Bunlar qıraqda qalıblar. Bunları da çəki ilə almışdım. Bu ağ qutarmışdı. Bunu da yenə əmoğlunun xına qabına qoymuşam. Rayondan gətirmişdim onları. Ne gözəl parıldayır. Bunları da belə saxlayıram. Ən çox işlənən rənglər də ağdır.
qızılıdır, rozvi, bir də mavidir. Fikir versəz elə ən çox bu rənglər var. Gəldim tez-tez yemək üçün ət döydüm. Uşaqlar neçə vaxtdan getsin, daha doğrusu İnci neçə vaxtdan getsin. Dedim axşam ona zəngit hazırlayayım, yəni hamıya hazırlayayım. Əsas onun istəyi yerinə yetsin. Altına da biraz makaron kızardarım. Akşam yemeğimizde bu olar. Adam qalır, nə pişireyim, nə yiyeyim bu. Kimsə ola yanda deyək ki, bu yeməkləri pişir. Amma bir şey də olar ki, evdə hamı yiyə də, seçən olmaya. Bizdə uşaqlar seçir. Ən çox da İnci dəhşətli dərəcədə yemək seçir. Oy, soğan da nə acıdır. Axır bu səfər langit eləyəsi oldum. Uşaqlar xoşlayır acı. Yadımdan çıxdı, acı biberi almadım. Nəzərimdə tutmuşdum ki, acı biber alım. Acı biberlər də niyəsə acı çıxmır. Nəsə, neçə dəfə almışam, qoymuşam, şirin biber kimi istifadə eləmişəm. Tuzlayaq, istotlayaq. Bu səfərlikdə bununla yola veririk. Bugün yeməğini də tapdım, buna da şükür. Uşaqlar da acı xoşlayır. Biraz töküm də, çox tökməyəm. Axır vaxtlar qaynanam acı yeyə bilmir. Əvvəl o da yeyirdi. Axır vaxtlar niyəsə deyir, çox acıdır. Oçqala həmişəki qədər tökürəm. Bir dənə qara töksəm, yəqin ki, bəs eləyər. Bunları da çevirim. Digər tərəflərini də duzlayaq. Siz nə edirsiniz qızlar? Siz nə pişirirsiniz? Mama ilə hər gün danışanda, mama ilə, Gülü ilə hər dəfə soruşuram, nə pişiribsiz, nə pişirirsiniz? Onlar da tapmayanda məndən soruşur ki, nə pişiribsən bugün, nə pişirək? Azəyi də gətirmişdim ki, geyinim, qəşək hamısını yığım qabın içərisinə. Soğanın didizdirim, ətə, dadı çöksün bir-birinə. Hələlik xanımlar, bugünlük məndən bu qədər olsun. İnşallah sevərək izlədiniz. Videonu bəyəndinizsə bəyənməyi unutmayın. Sağ olun, sağlıqla qalın.